Salam, hörmətli izləyicilər. 2026-cı ilin yanvar ayından pensiyanın, sosial yardımın və tibbi sığortanın şərtləri dəyişir. Yəni pensiyanın verilmə şərtləri, eyni zamanda sosial yardımın verilmə şərtləri və tibbi sığortadan istifadə qaydaları dəyişir. Kimə maraqlıdırsa sona qədər izləsin. Mən müəyyən məlumatları sizin nəzərinizə çatdırmaq istəyirəm. Qeyd edin ki, bu barədə millət vəkili Musa Musayev ətraflı məlumat verib. Mən hüquqşünas Zaur Seyidzadə, özümdə ərvi olan şəxsən ərvi arabasındayam. Mən də sosial yardımdan istifadə etmirəm. Amma pensiya və tibbi sığortadan istifadə edirəm. Ona görə mənim özümə də maraqlıdır belə bir hal var. İndi çalışacağım sadə şəkildə insanlara izah edim ki, nə yeniliklər var, nə dəyişiklik var. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbəri olsun. Az təmiyyətli ailəyəm. Birinci pensiyana bağlı məlumat verin ki, bilirsiniz ki, qanuna görə 5 uşağı olan və yaxud ağır şəraitdə işləyən şəxslərə 5 il əvvəl pensiya çıxır. Lakin əgər iş yerləri var idi ki, çoxdan bağlanıb, sənəddə itib və yaxud vətəndaşın əmək kitabçası itib, yoxdur, artıq yanvar ayından bu şəxslər müraciət edərək öz növbədə 5 il əvvəl pensiya çıxma barədə tələb irəli sürə bilərlər. Artıq bu sistemləşir, kompüter sistemində göstərincə ki, kim harada işləyib. Bu, belə deyək, 5 il əvvəl çıxma aid olan şəxslər, dediyim kimi, təhlükəli şəraitdə işləyən şəxslərdir, 5 uşağı olan şəxslərdir, eyni zamanda incəsənət sahəsinin işləyən şəxslərdir müəyyən hissəsində, hörmətli izləyicilər. Və onu da qeyd edin ki, əgər sənəddə tapılmasa avtomatik qaydada, siz onu Respublika Dövlət Arxiv İdarəsinə götürə bilirsiniz. Oradan bir də araş almaqla ki, siz falan yerdə işləmişsiniz, o kifayət edir. Qeyd edin ki, qadınlar onu işləməli xüsusi ağır şəraitdə ki, vaxtından əvvəl çıxa bilsin, 12 il 6 ay. Və sosial yardımla qaydaları biz dəyişir deyəndə orada məbləğ artır. Minimum ehtiyac meyarına uyğun olaraq artıq hər adam başı 300 manatdan hesab edəcək. Nəzərə almaq lazımdır ki, yanvarın 1-dən əmək haqqı azalacaq. Ona görə ki, minimum 3% vergi tutacaq. Və o ki, qadi tibbi sığortana bağlı, mən özümdə ərvi olan şəxs kimi həmişə mənə maraq idi ki, bizə qulluq edən şəxslər və yaxud ev valideynlər var ki, uşaqlar bağacadır, evdə oturub işləmir, onu nə edəcək, bu barədə də məlumat var. Deməli, dövlət deyir ki, Musa Quyumun verdiyi məlumata görə, ərzi əsas olmalıdır ki, mən ərvə qulluq edirəm. Yəni, ya ərvin patronajı olmalısınız, ya qayğının olmalısınız, ya valideynin, ya da həyat yoldaşı olmalısınız. Eyni zamanda, sosial yardım aldığınız zaman, orada bir qanuna görə 2 valideyndən biri işləmir bir uşağın 8 yaşına qədər. Yəni, artıq seçim eləmək lazımdır ki, hansı valideynin adı yazılacaq. Hörmətli izləyicilər, bu mütləq qaydadır. Əsas şərtlərdən biridir. Hansı valideynin adı yazılsa, həmin valideyn də işləməyə bilər, hörmətli izləyicilər. İşləmədiyi görə və pulsuz dövlətdən tibbi sığorta alacaq. Yox, digər valideynsə, ödənişi, hətta rəsmi iş yeri yoxdursa, mütləq qaydada öz hesabına ödəniş eləməlidir, ödəniş əsasında tibbi sığorta ala bilər. Əgər o da yoxdursa, artıq həkimin yerində pulla gedəcək. Hörmətli izləyicilər, nəzərə alın. Bir məsələ də budur. Pensiyanın baxın, digər məlumatı nəzərdə çatdırın ki, bilirsiniz ki, qanunvericiyə əsasən insan pensiya yaşına gəlib çatdırsa, 6 il işləyirsə, 6 ildən sonra pensiya hesablanır olur. Artıq onun da qaydası dəyişib. 6 il tamam olanda avtomatik hesab olunacaq. Eyni zamanda həmin pensiya kapitalına görə hesab olunacaq. Həmin aldığınız maaşı görə. Hansı daha çoxdursa, ona uyğun pensiya verəcək sizə. Hörmətli izləyicilər. Bu yalnız pensiya yaşına çatmış və həmin yaşdan sonra işləyən şəxslərə aiddir. Hörmətli izləyicilər. Bunu nəzərə alın. Bir məsələ bu. Digər məsələ sonra onu da qeyd edin. Artıq dediyim kimi, evdə uşaq hansı valideyn qulluq edəcək, ərvi olan şəxsə kim qulluq edəcək, onu artıq ailədə müzakirə edib seçmək lazımdır ki, həmin şəxs
belediye sosyal hizmetlerden istifadə edə bilsin. Yəni söhbət gedir tibbi sığortadan. Əks halda istifadə edə bilməyəcək. Digər şəxslərin əgər iş yeri yoxdursa və işləyirsə, qeyri-rəsmi o aylıq ödəniş edərək belə deyək də tibbi sığortadan istifadə edə biləcək. Hələ tam açıq olanmır nə qədər olacaq, amma ilkin məlumata görə hər şəxsə görə 16 manat ödəniş tutulacaq. Niyə 16 manat? Bu minimum əmək haqqının 4% qədər. Yəni hesab edirlər. Hörmətli izləyicilər, necə bir məsələ də budur. Qeyd edin ki, mənim istər sosial yardımla bağlı, istər pensiya ilə bağlı, istər digər müavinətlərlə bağlı və vəsailə ilə bağlı, əməkdaşın bölgüsü ilə bağlı və digər bir çox məsələ ilə bağlı 1700-dən artıq videolarım var. Hörmətli izləyicilər, baxıb tanışa bilərsiniz. Şu şotla böyükdə. Qeyd edin ki, fərdi qaydada məsləhət istəyirsiniz. Qeyd olunan telefon nömrəsini əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefonla və əyanın hüquq məsləhətin verilməsi 10 manatdır. Hörmətli izləyicilər, sizdə sonundan xahiş edirəm ki, dediyim kimi, mən özümdə əlilliyi olan şəxsəm. Əziyyət çəkib insanları maarifləndirirəm. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun. Daha çox şəxsin xəbər olsun. Diqqətinizə görə sağ olun. Sağ olun.